Cədvələ əsasən Mirzə Fətəli Axundzadənin Hekayət-i Misyo Jordan Həkim Nəbatat və Dəris Məsləli Şah əsəri haqqında yanlış fikri müəyyən edin. Bizdən yanlış fikir tələb olunur. Şəhrəbanu xanım, Şahbaza nə yolla olur olsun əngəl olacağını and içir. Bəli, and içir, doğrudur bu. Əsərdə avamlığına görə tənqid olunur. Ümumiyyətlə, əsərdə olan qadın obrazları hamısı avamlığına görə tənqid olunur. Doğrudur. Parisin cinlər ifritləri tərəfindən dağıdılmasına inanır. Bəli, bu da doğrudur. Şahbazın verdiyi şəkilləri anasına göstərmir, şərəfinsə. Bəli, doğrudur. Misyo Jordanın boynunun vurulmağına razı olsa da anası razılaşıb. Şərəfinsə ümumiyyətlə Misyo Jordanın boynunun vurulmağına razı deyildi. Bu yanlış fikirdir. Testimizin doğru cavabı olacaq. E bəndi. Namərd gülləsi əsərinə əsasən yanlış fikir müəyyən edin. Mürşid əsl simasını biruzə verir, ona yardım etmiş insanların qatilinə çevrilir. Bəli, biz bilirik ki, Niftalı kişi ona köməklik eləmişdi, amma axırda Mürşid Niftalı kişini güllə ilə vurur. Bu doğrudur. Mürşid ona edilənləri unudur, hətta ailəsinə qarşı belə etinasız davranır. Bəli, bu da doğrudur. Biz bunu Niftalı kişi ilə diyaloqunda görürük ki, Mürşid sadəcə ona yardım edən insanlara deyil, hətta ailəsinə qarşı biganə idi. Əsərdəki dünya görüşü iki həyat mövqeyi qarşı-qarşıya qoyulur. Bu da doğru fikirdir. Bir tərəfdə Mürşid kimilər, bir tərəfdə isə Niftalı Şoxa kimilər dururdu. Əsərdə qoyulan ideya bütövlükdə Mürşidin simasında əyaniləşdirilir. Xeyr, Mürşidin simasında əyaniləşdirilmir. Niftalı kişinin simasında əyaniləşdirilə bilərdi. Bu testimizin yanlış, yəni doğru cavabı. Niftalı və Kərimin düşmənlikləri unutmasının da kökündə deyir, milli mənəvi dəyərlər dayanırdı. Bəli, biz bilirik ki, əsərin əvvəlində görünür ki, Niftalı ilə Kərim dost olublar. Sonradan vəzifə, Niftalı ki, vəzifə keçəndən sonra aralarında düşmənçilik yaranmışdı. Bu da doğru fikirdir. Deməli, testimizin düzgün cavabı oldu. D bəndi. Verilən misralarla başlayan dağlar şeirləri üçün ortaq cəhətləri müəyyən edin. Bahar fəsli yaz ayları gələndə, bir ay yarım növbahardan keçəndə. Biz bilirik ki, Aşıq Ələsgərin dağlar şeirlərindən bahar fəsli yaz ayları gələndə müsbət əhval-ruhiyyədədir. Bir ay yarım növbahardan keçəndə isə nisbətən daha qəmgin bir əhval-ruhiyyədədir. İndi gəlin baxaq bəndlərə. Lirik qəhrəman əsərin sonuna da dərin kədər içində olur. Bu ortaq fikir sayıla bilməz. Şeirdə dağ adlarına rast gəlinir. Bunlardan ikisinə də dağ adlarına rast gəlinmədiyinə görə bu da ortaq fikir hesab oluna bilməz. Dağ adlarına biz burada bir ay yarım növbahardan keçəndə misrası ilə başlayan dağlar şeirində rast gəlirik. Dağların heç kimi dindirib keyfinə dəymədiyi deyilir. Bu da ortaq fikir sayıla bilməz. Çünki o birində idi. Dağların insanları bir-birinin ayrı tutmağı fikri vurğulanır. Bu da ortaq cəhət deyil. Şeirdə şairin özünə müraciəti yoxdur. Bəli, şeirin son bəndində müəllifin adı verilsə də, amma heç bir dağlar şeirində, yəni heç bir şeirdə müəllifin özünə müraciəti yoxdur. Bu ortaq fikirdir. Deməli, testimizin doğru cavabı olacaq. Qaytar mənim qüdrətimi Azərbaycan şeirinə aid doğru fikirləri müəyyən edin. Lirik qəhrəman 6 milyard insanlıq qarşısında tək qaldığı vurğulayır. Müəllifin tək qaldığı vurğulansa da, amma 6 milyard insan qarşılığında tək qaldığı vurğulamır. Bu, düşmənə aid olan bir fikirdir. Bu, yanlışdır. İstiqlal və azadlığa çağrışa yer verilən əsərdə satirik məqamlar da əks olunur. Bu, yanlışdır. Satirik şeir deyildir. Əsərdə Qarabağ faciəsinin dəhşətlərini unutmamaq tövsiyə olunur. Bəli, orada ermənilər tərəfindən törədilən hadisələri unutmamaq məsləhət görünür. Bu, doğru fikirdir. Lirik qəhrəman özünü yalnız gələcəyə aid edərək gələn zamanlar olan bağlılığını ifadə edir. Xeyr, orada deyir ki, mən dünənəm, mən bu günəm. Yəni, bu yanlış fikirdir. Əsərdə müharibədən doğan bədbin ruh aparıcıdır. Xeyr, bədbin ruh aparıcı deyil. Bu da yanlış fikirdir. Deməli, testimizin doğru cavabı olacaq C bəndi. Rəsul Rızanın Qızıl Gül olmayadı poemasında rast gəlinməyən məqamları müəyyən edin. Repressiya qurbanı olan yaradıcı insanların qisasının alınmasına. Belə bir şey yox idi əsərdə, poemada. Yəni, kiminsə qisasını almaqdan danışılmırdı. Bu, rast gəlinmir, bu doğrudur. Nimdaş geyimi ilə təqdim olunan bədbəxt qadın müəllifin evinə gəlməsi, bəli, biz bilirik ki,
repressiya olunan müşfiqin həyat yoldaşı onların evinə gəlirdi. Bu yanlışdır, yəni bundan bəhs olunur. Vədələşib ayrılan dostların növbəti görüşünə, onların vədələşib ayrıldıqdan sonra görüşmədiyi üçün onların növbəti görüşünə əsərdə rast gəlinmir. Bu da doğru fikirdir. Totalitar rejimin qeyri-insani siyasətin ifşasına, bəli, bu əsərdə öz əksini tapmışdı. Ona görə bu bizə lazım deyil. Əsərin müəllifinin özünün məzəmmət etməsinə, bəli, bu da var idi. Hətta deyirdi ki, mənə bir sözlə mənə acıla, heç olmasa bilim ki, nəsə deyirsən və öz-özünü də orada məzəmmət eləyirdi. Deməli, testimizin doğru cavabı 1, 3, D bəndi olacaq. Verilən əsərlərin heç birinin məzmununa aid olmayan fikri müəyyən edin. Bu hadisə mənim dəri dilimi, bir də durnalar əsərləri ilə bağlı ortaq olmayan, ümumiyyətlə bunların heç birisinə aid olmayan fikri biz tapmalıyıq. Lirik qəhrəman qəm əlindən xəstə olub. Lirik qəhrəman qəm əlindən xəstə olmağı uyğundur. Bu hadisə mənim dəri dilimə. Lirik qəhrəman gecə-gündüz canan deyib ağlayır. Bu uyğundur durnalara. Lirik qəhrəman bir müddətdir ki, qürbətdə, diyardadır. Qürbətdən danışırsa deməli durnalardır. Bu da. Lirik qəhrəman düşdüyü eşqə görə qınağa məruz qalır. Heç birisində bu yoxdur. Deməli testimizin doğru cavabı olacaq B bəndi. Lirik qəhrəman səhər yelindən halının necəliyini, yara deyib demədiyini soruşur. Bu da uyğun gələcək. Badi səba mənim dərdi diliməm. Deməli, testimizin doğru cavabı olacaq D bəndi. Cabir Novruzun mən bizim anaları günəşlə tən tuturam şeiri ilə bağlı doğru fikri müəyyən edin. Deməli, burada heç kəsə boyun əyməyən lirik qəhrəman yalnız ana qarşısına əyilir. Bu, Cəfər Cabbarlıya aiddir. Cəfər Cabbarlı. Müəllif oğlun üzündəki gülüşü yerişi ananın verdiyi vurğulayır. Bu, Əli Kərimə aiddir. Qaytar mənim Qaytar ana borcunun şeirində. Şair anaları ucaldır, onları dağ zirvəsi adlandırır. Bəli, bu artıq Cabir Novruzun mən bizim anaları günəşlə tən tuturam əsərinə uyğundur. Testimizin doğru cavabı olacaq C bəndi. Analar bəstəkar və şair adlandırır. Bu Hüseyn Arifin analar şeiridir. Lirik qəhrəman anaya itaət özünü Raifə bənzədir. Bu da yenə Cəfər Cabbarlının ana əsərinə aid. Deməli, testimizin doğru cavabı oldu C bəndi. Zəhər hekayəsinə aid doğru fikri müəyyən edin. Yazısını narahat edən problemlərdən biri mənən çürük olanların ətrafa zəhər saçmasıdır. Fikri əslində doğrudur. Bəli, testimizin elə doğru cavabı A bəndi olacaq. Çünki burada bir südə qarşı Mir Qasıma göstərilən rəftar və yaxud maddiyyat qarşısında, öz çıxarları qarşısında edilən yaxşılıqlar vurğulanırdı ki, belə bu tipli insanlar vurğulanırdı ki, elə mənlə çürük olanların ətrafa zəhər saçması elə A bəndi doğru fikir olacaq. Daşdəmirin kürəkəni raykom katibi idi, yanlışdır. Mir Qasımın quyruğunu sındırıb Daşdəmirdən yenə süd istəsə də etiraz edir, yanlışdır. Meşə bəyi biruzə verməsə də meşənin su altında qalmasını oğlanların günahkar bilirdi, xeyr, yanlışdır. Daşdəmirin adaları meşənin məhvinə çalışanlardandır. Xeyr, yanlışdır. Testimizin doğru cavabı A bəndi olacaq. Qarabağda şeiri ilə bağlı yanlış fikri müəyyən edin. Beli üzükdən keçən incələr Qarabağda misrasında litota işlənmişdir. Bəli, burada litota işlənib, belinin nazik olmasını hiss etməkdir. Şeirdə nişbinlik, nişbin ruh aparıcıdır. Bəli, şeir nişbin ruhda yazılıb, doğrudur. Şeirin bütün bəndləri beşlik şəklindədir. Bəli, şeirin bütün bəndləri beşlik şəklindədir. Bu da doğru fikirdir. Qarabağın düşmən tapdağı altında olması ürək ağrısı ilə yad edilir. Xeyr, şeirdə belə bir fikir yoxdur. Bu yanlış fikirdir. Qarabağ təbiəti mübarək sərvəti kimi mənalandırılır. Bəli, bu da doğru fikirdir. Deməli, testimizin doğru cavabı D bəndi olacaq. Vaqif dramında obrazların xalqa münasibətində uyğunsuzluğu müəyyən edin. Qacarın münasibəti günahsız insanların qanına bais olur, doğrudur. Yanına aman diləməyə gələn qocanı alçaldır, təhqir edir, doğrudur. Xalqın dilinə hörmət edir, yanlışdır. Vaqif münasibəti gürcüləri hörmətlə qarşılayıb qonaq edir. Bu
yanlışdır. Xalqa can yandırır, doğrudur. Eldara olan münasibəti xalqa olan münasibəti kimi mənalandırmaq olmaz deyir, amma onlar olmalıydı. Bu da yanlış fikirdir. Deməli, testimiz doğru cavab olacaq. 3, 4, 6. C bəndi. Aldanmış Şəvakib əsərində Şah Abbas obrazı ilə bağlı doğru fikirləri müəyyən edin. Yumoristik obraz kimi qələmə alınıb, xeyr, yumoristik deyil, satirik obrazdır. Yəni ki, tənqid hədəfində olan obrazdır. Yəni bu yanlışdır. İslahatları ilə xalqın rəğbətini qazanan heç bir islahat yox idi. Yanlışdır. Yenidən taxta çıxarkən əvvəlki dövlət qurumundakı bütün şəxslər yanında olur. Xeyr, orada bilirik ki, Mollabaşı vəfat edir, ölür. Bütün kəndlərin əkin yerlərini xarab etmək, körpüləri dağıtmaq, yolları pozmaq əmrini verib. Bəli, bu da yanlışdır. Çünki bunu ordu başçısı eləmişdi. Övladlarına qarşı da zülmkar olub. Bəli, doğrudur. Hətta övladlarını belə cəzalandırmaqdan çəkinmirdi. Testimizin doğru cavabı E bəndi olacaq. Heydər Babaya Salam əsərinin bədii forması ilə bağlı yanlış fikir müəyyən edin. Poema janrında yazılıb, doğrudur. Qafiyə quruluşu AABB formatının olduğundan müxəmməs hesab olunur. Xeyr, müxəmməs deyildi. Bu elə yanlış cavabdır. Təhkik əsasında qələmə alınmayıb, doğrudur. Lirik poemaydı. Şairin uşaqlıq xatirə təqdimində kiçik sujet əlamətləri nəzərə çarpır. Bəli, doğrudur. Misralarda heca sayı 11'dir, doğrudur. Deməli, testimizin düzgün cavabı B bəndi olacaq. Qurbanəli bəy əsərinin məzmunu ilə bağlı doğru fikirləri müəyyən edin. Bizdən doğru fikirlər istəyir. Naçalnikin kəndə gəlməsinin səbəbi Pristavın xanımının ad günü idi. Bu doğrudur. Bilirik ki, əsərin əsas başlaması da bununla bağlı idi. Naçalnikin arvadı bəyin yaxşı bir müsəlman pulu verəcəyi təqdirdə qonaq getməyə razı olacağını deyir. Bu yanlışdır. Qurbanəli bəy evdəki digər atı naçalnikə peşkəş demişdi. Bu yanlışdır. Onu evdəki atını tərifləsə də, amma öz yanında olan atı Qurbanəli bəy deyir ki, sənə qurban olsun, naçalnikə deyir. Amma evdəki atı ilə bağlı belə bir fikir yox idi. Qurbanəli bəyin evinə gələndə atlara baxmaq təklif naçalnik verir. Bu doğru fikirdir. Məclisdə Qurbanəli bəyin sağlığını içiləndən sonra bəy onları qonaq çağırır. Doğru fikirdir. Deyir, hamınız mənim sağlığımı içsiniz. İndi sizdən bir xahişim var ki, sabahlarım hamınızı bizim evə dəvət edirəm deyir. Cavabımız olacaq 1, 4, 5 A bəndi. İblis faciəsinə əsasən yanlış fikirləri müəyyən edin. Əsər müharibə əleyhinə yazılmış və əsərdə təsirli hərb səhnələrinə yer verilib. Düzdür, müharibə əleyhinə yazılsa da, amma hərb səhnələrinə yer verilməyib. Bu yanlış fikirdir. İblis mifik obrazdır. Onun tərəfindən insanların müharibə qoşulma səbəbi aydınlaşdırılır. Bu doğru fikirdir. Son pərdədə Rəna Arifi deyil, Vasifi seçdiyi üçün Arif qardaşı Vasifi öldürür. Bu yanlışdır. Ümumiyyətlə qardaşını tanımırdı o. Tanısaydı öldürməzdi. İblis özünü şərqdə abid, qərbdə rahib, bir çoban, zülmkar sultan kimi təqdim edir. Bu doğrudur. Əsərdə müharibələrin törədilmə günahın səbəbi ümumi olaraq iblisdə görülür. Bu yanlışdır. Deməli, testimizin doğru cavabı olacaq 1, 3, 5 D bəndi. Mir Cəlalın Açıq Kitab romanına aid doğru fikri müəyyən edin. Satirik roman olan bu əsərdə müəllif obrazlarının danışığında özünə ifşa modelindən yararlanıb. Bu doğru fikirdir. Müəllif əsərdə Sovet dövründə olan mənfi meylləri ifşa etmiş, müsbət tərəflər olmadığından fikri bildirməmişdir. Bu yanlışdır. Vahidin yenidən universitetə dönməyinin Gəldiyev rüşvət hesabına olduğunu dilə gətirir. Bu doğru fikirdir. Gəldiyev məcburi də olsa Vahidi və atasını hörmətlə qəbul edib köhnə əmri dəyişdi. Bu yanlış fikirdir. Deməli, testimizin doğru cavabı olacaq 1, 3 B bəndi. Əsir Azərbaycanın əsərinin məzmununa aid doğru fikri müəyyən edin. Əsər nikbin ruhda qələmə alınmışdır. Bu yanlış fikirdir. Şeir beşlik şəklində müxəmməs janrında yazılıb. Bu da yanlış fikirdir. Vətənin ana kimi təsəvvür edildiyi əsərdə lirik qəhrəman taleyində məmnunluğunu
əks olunub. Oradan heç bir məmnunluq yox idi. Yanlışdır. Lirik qəhrəman doğma vətən acı taleyinə sarsılaraq xalqı üsyana bu sərsəm gedişi dayandırmağa səsləyir. Ümumiyyətlə, xalqı üsyana səsləmir. Yanlış fikirdir. Lirik qəhrəman xalqın azadlıq mübarizəsinə qalxmasına arzu edir. Bəli, arzu edir. Doğru fikirdir. Testimizin düzgün cavabı eybəndi olacaq. Anamın kitabı əsərinin məzmunu ilə bağlı doğru fikri müəyyən edin. Övladların hər biri evdən getmə arzusundaydı. Evladların hər biri deyəndə burada ancaq qardaşlar getmək istəyirdi. Yəni, bacıları getmək istəmirdi. Ona görə bu yanlış fikirdir. Zəhrabəyim ana oğulların birləşə bilməyəcəyini dərk etdiyi üçün getmələrinə mane olmur. Yanlış fikirdir. Qardaşlar Zəhrabəyim ananın istəyi ilə təhsil alır. Zəhrabəyim ananın yox, atalarının istəyi ilə təhsil alır. Yanlış fikirdir. Rüstəm bəy senzordan sonra onun davranışlarının yanlış olduğunu ifadə edir. Düzdür, mahiyyəti yavaş-yavaş dərk edir, amma yanlış olduğunu ifadə eləmir. Bu da yanlış fikirdir. Əsərdə çar hökuməti narahatlıq ifadə olunub. Doğru fikirdir. Çünki hökumət narahat olur onların birləşməsindən, nəsə bir təşkilat qurmasından və senzor da gəlib axtarış edir. Testimizin doğru cavabı E bəndi olacaq. Mirzə Ələkbər Sabirin Əkinçi və Neylərdin İlahi əsərləri üçün ortaq fikri müəyyən edin. Yalnız Azərbaycan həyatı ilə məhdudlaşmır, ümumbəşər xarakter daşıyır. Bu yanlışdır. Ortaq cəhət deyil. Şair cəmiyyətdəki haqsızlıqlara qarşı etiraz səsini ucaldır. Bu da yanlışdır. Uzun və qısa hecaların bir-bir izləməsi prinsipi ilə yazılmışdır. Bəli, həm Əkinçi, həm də Neylərdin İlahi əsəri əruz vəzninin tələbinə uyğun yazıldığı üçün bu ortaq fikir sayıla bilər. Doğru cavabdır. Əsərdə tipi öz dili ilə tənqid üsuluna istifadə olunub. Əkinçidə var, amma digərində yoxdur. Yanlış fikirdir. Əsərdə məzlum obrazı ömrü heyvan ömrünə bənzədilir. Ortaq cəhət kimi verilə bilməz. Yanlış fikirdir. Deməli, testimizin doğru cavabı olacaq C bəndi. Müsibət-i Fəxrəddin faciəsinə aid yanlış fikri müəyyən edin. Fikirlərə də müəyyən edin. Vəli qalada axırıncı yaradan ölür. Deməli, Vəli qalada axırıncı yaradan ölür. Bəli, bu doğrudur. Fəxrəddini Əhməd öldürür. Əhmədi isə Şahmar öldürür. Bu yanlış cavabdır. Mənim əlim qurusun, əgər belə cavana mənim əllərim qalxsa, İtqi Mahmud bəyə aid. Ümumiyyətlə, Mahmud bəy deyildi bu. Yanlış cavabdır. Əsərdəki atalar söz məsələlər, obrazlar, ifadələr pyesin dilini canlı danışıq dilinə yaxınlaşdırmışdır. Bəli, bu doğru fikirdir. Testimizin düzgün cavabı olacaq 2-3 D bəndi. İsmail Şıxlının Dəli Kür əsərinə əsasən yanlış fikir müəyyən edin. Cahandar ağa romanının sonlarında mələyə qaçırmaqla səhv etdiyini anlayır. Bu doğrudur. Sonradan başa düşürsə səhv edib. Şamxal evə gələn kimi bacısı olanları danışır. Deməli, Şamxal evə gələn kimi bacısı danışmır, anası danışır orada. Bu yanlışdır. Zərnicar obrazı qürurlu obraz hesab edilməsə də mələyin günü gətirilməsinin laqeydliklə qarşılamır. Mələyin günü gətirilməsinin laqeydliklə qarşılamır. Bu doğrudur. Əhməd və Çernyevskinin siması maarifçilik özünü göstərir. Doğrudur. Molla Sadaq bütün məqamlarda milli birlik hissinin məhrum deyildi. Bəli, milli birlik hissinə məhrum deyildi. Bu doğrudur. Testimizin düzgün cavabı olacaq B bəndi. İlyas Əfəndiyevin Xurşudbanu Natifin əsərində obrazlardan birinin həyata baxışına uyğun fikir verilməyib. Azərbaycan dili Şərqin fransız dili hesab oluna bilər. Aleksandr Duyma. Ümumiyyətlə, əsərdə bu haqda belə bir fikir yox idi. Bu yanlışdır. Əgər xalqın taliyindən şeir yazsa çalışar ki, xalqı çətinlikdən çıxış yolu göstərsin. Seyyid Hüseyn. Bəli, bu əsərin məzmununa uyğun gəlir. Bu doğrudur. Əgər xalqımız farslaşdırılsa sevinər. Məlik Dövlət. Doğrudur. Əgər yaşadığı ərazidə məktəb olmasa öz hesabında məktəb binası tikdirə bilər. Xurşudbanu Natifin. Doğrudur.
Xurşudvanın Dağıstanlı Birləciyi ələ getməsi bizim qürur milliyyəmizi təhqir etməkdir. Zahir bəy doğrudur. Testimizin düzgün cavabı oldu A bəndi. Nürəddin hekayəsinin məzmununa aid doğru fikri müəyyən edin. Əmraslan quldurluq etdiyi üçün divan tərəfindən tutulub zindana atılır. Zindana atılmır, edam olunur, yəni asılır. Bu yanlışdır. Rəhim Nürəddin görən kimi tanıyır və evə gətirir. Görən kimi tanımır. Evə gətirdikdən sonra Gülüstan boynunda olan Gülüstan kitabından tanıyır. Bu da yanlış fikirdir. Gülpəri kəndə gedərkən Baharı da aparır. Baharı aparmır, Baharı evə qoyur ki, sən bura nəzarət elə. Yanlış fikirdir. Gülpərinin Nürəddinə qarşı xoş davranmasının səbəbi atasından ona qalan miras idi. Bəli, mirası ələ keçirmək üçün xoş davranırdı. Doğru fikirdir. Hacı Nəsirin etdiyi yaxşılıq elə öz qabağına çıxır. Öz qabağına çıxmır, amma evladının qabağına çıxır. Ona görə bu da yanlışdır. Testinin doğru cavabı olacaq D bəndi. Səsli qız əsərinə əsasən doğru fikirləri müəyyən edin. Yüksək təbəqə nümayəndələri Qalib Şah yaltaqlı qarşılayır. Bu doğrudur. Bəli. Tacirlər idi, ruhanilər idi. Padşahı yaltaqlı qarşılayırlar. Ölkə işğal olduqdan sonra məğlub şahın taleyi bilinir. Yəni xalq əzab əziyyət çəksə də bu yenə öz işində idi. Mühasirənin ardından ölkə alınır və düşmənlər insanları ağlamağı qadağan edir. Bu doğru fikirdir. Qalib Şah xalq üsyanından sonra ölkədən qaçır. Belə bir şey yox idi. Çünki Qalib Şah zəhərlə verilir, öldürülür. Çar Arğunun son nəfəsində yanında olur. Xeyr, yanında olmur. Amma onu öldürənlərdən qısalacağını deyirdi. Bu da yanlış fikirdir. Testimizin doğru cavabı olacaq 1 və 3. Vətən yaraları əsərində hadisələrin ardıcıllığını müəyyən edin. Burada hadisələrin baş vermə ardıcıllığı əvvəldən sona doğru normal sıralanmalıdır. Baxaq görək hansı birincidir. Tibb bacısı baş həkimin tapşırığına görə yaralı əsgərlərə heç kəsə görüşməsinə icazə vermək istəmir. Yaralı əsgərin arxaya xəstəxanaya göndərilməsini eşidib dostları yanına gəlir. Yaralı əsgər xəstəxanada çıxdıqdan sonra anasını görmək üçün evlərinə gedir. Lətifin sağlıq hissəyə qayıtmağı 2 ay yarım çəkir. Yenidən hissələrinə qayıdan əsgər öz dostlarını tapa bilmir. Deməli, biz burada baxsaq, ardıcıllıqla yaralı əsgərin arxaca xəstəxanaya göndərilməsi işdir. Dostları yanına gəlir. Bu ən birinci olacaq hadisədir bu hadisələrin içərisində. 1. Bundan sonra tibb bacısı baş həkimin tapşırığına görə yaralı əsgərlərin heç kəsə görüşməsinə icazə vermək istəmir. Deyir, hər dəfə gəlib bir bəhanə ilə geri qaytarırdılar. Bu olacaq 2. Yaralı əsgər xəstəxanadan çıxdıqdan sonra anasını görmək üçün evlərinə gedir. Bu olacaq elə 3. Lətifin sağalıb hissəyə qayıtıb 2 ay yarım çəkir. Bəli. Bu olacaq. Bundan sonrasına baxaq. Yenidən hisslərinə qayıdan əsgər öz dostlarını orada tapmır. Bəli, bu olacaq 4. Çünki evləri getdikdən sonra təzədən hərbi hissəyə qayıdır. Hərbi hissədə ona vəzifə vermək istəyir. Bu qəbul eləmir. Öz hissələrinə gedir. Öz hissələrinə getdiyi zaman dostlarını orada tapa bilmir. Bundan sonra isə Lətifin sağlıq hissəyə qayıtmaq 2 ay yarım çəkir. Bu da doğru fikirdir. Testimizin düzgün ardıcıllığı olacaq. Deməli 1, 2, 1, 3, 5 və 4. Testimizin doğru cavabı bu formada olacaq. Koroğlu eposu haqqında yanlış fikirləri müəyyən edin. Şöhrət qazanmaq xalqa arxalanan, ondan güc qüdrət alan Koroğlu təbiətinə xasdır. Koroğlu şöhrət qazanmaq istəmirdi. Ona görə bu yanlışdır. Qadın surətlərin əksər yuxarı təbəqə adlanan qadınlardır. Biz bilirik ki, Koroğlu dastanında qadınların əksəriyyəti xanların, bəylərin, belə deyək də,
evladlarıdır. Ona görə yüksək təbəqəyə aid bu doğru fikirdir. Dastanın mənbəyi tarixi hadisəyə dayanıb bütövlükdə tarixlik aparıcıdır. Bütövlükdə tarixlik aparıcı olmadığına görə bu da yanlışdır. Koroğlunun düşmənləri onu məhv etmək üçün ağıl gəlməz hilələri atır. Bu doğru fikir. Testimizin düzgün cavabı olacaq 1 və 3. Məhəmməd Hadinin Türkün nəğməsi şeirinə əsasən doğru fikirləri müəyyən edin. Türk xalqının qorxmazlığı qeyd edilmiş, verilən itkilərin hədər olmayacağı inan ifadə olunmuşdur. Bu doğrudur. Birinci Dünya Müharibəsinin türklərə gətirdiyi fəlakətlər öz əksini tapıb. Burada bilirik ki, fəlakətlər öz əksini tapıb. Bu da doğru fikirdir. Xalq siyasi məqsədlər naminə qurban verilmişdir. Bu yanlış fikirdir. Əsər istiqlal uğrunda mübarizəyə çağırış motivindəndir. Bu doğru fikirdir. Və əsərin ana xəttinin ağır işlərdən doğan bədbin ruhu hakimdir. Xeyr, bədbin ruhu yoxdur. Burada yanlış fikirdir. Testimizin düzgün cavabı olacaq 1, 2, 4. Uyğunluğu müəyyən edin. Oqtay Yeloğlu əsəri ilə bağlıdır. Konflikt, problem, mövzu. Biz burada bunu uyğunlaşdırmalıyıq. Konflikt. Mədəni tərəqqi və inkişaf etmiş xalqlarla bir cərgədə dayanmaq. Deməli, bu uyğun gəlir 3-cüyə. Milli teatr yaratmaq idealı qarşısında düşüncə geriliyinin güclü olması. Deməli, bu uyğun gələcək 2-yə. Yüksək təbəqə nümayəndələrinə həyat idealının pul, vəzifə, şöhrət olması. Deməli, bu gələcək 2-yə. Burjua cəmiyyəti ilə milli mənafi uğrunda çarpışan həqiqi ziyalıların mübarizəsi. Bu gələcək 1-ə. Yerli və yadelli ağaların Oqtay kimlərə qarşı apardığı siyasi mübarizənin mövcudluğu. Bu da heç birisinə getməyəcək. Deməli, testimizin doğru cavabı 1D, 2B, C, 3A olacaq. Səsləndirilir. Cədvəl tamamlayan obrazlar Rauf Səlimov. Hər iki obrazın xarakteri ilə bağlı ortaq xüsusiyyət. Açıq kitab romanında xarakter uyğun olan obraz. Deməli, biz Rauf Səlimov obrazı ilə açıq kitab romanında bu obrazla ortaq cəhəti olan başqa bir obraz tapmalıyıq. Həmin obrazımız olacaq bizim Kərim Gəldiyev. Deməli, Gəldiyev. Həmin Rauf Səlimov və Kərim Gəldiyevə aid ortaq xüsusiyyətlər yaza bilərik. Məsələn, saxtakar yaza bilərik bura, vəzifə pərəst, yaza bilərik istedadsız, başqa bura yaza bilərik başqasının zəhmətini mənimsəyən. Zəhmətini mənimsəyən. Testimiz bu formada yazıldıqda doğru hesab olunacaq. Və buna uyğun digər xüsusiyyətlər də verilir. Mətnə əsasən cədvəl doldurun. Cədvəldə verilib bədii təsvir və ifadə vasitələri və həmin bədii təsvir ifadə vasitələrini əsərdən nümunə yazmaq tələb olunur. İndi isə baxaq biz əsərin içərisində qabağımıza nələr çıxmışdı. Deməli, burada var
Həyatın küləkləri. Burada var metafor. Həyatın küləkləri. Sonra burada var epitet. Epitetə aid nümunələr amansız külək. Başqa yaza bilərik. Sədaqətli kölgə. Başqa yaza bilərik. Saxta dünya. Və buna uyğun olan digər cavablar da götürüləcək. Növbəti bizim bədii təsvir vasitəmiz var burada, təşbih. Onun işləndiyi nümunələr, təşbihin yəni işləndiyi nümunələr ipək toxuyub özünə libas tikərdi. Özünə libas tikərdi. Başqa burada bizim nəyimiz var? Başqa yenə bir metafor, səmanı yerə endirər. Deməli, yenə metafor var. Səmanı yerə endirər. Və bunlara uyğun digər nümunələr də yazsanız test doğru hesab olunacaq. Əsərin forma xüsusiyyətləri əsasında cədvəl tamamlayın. Zəhmətsiz yüksəliş. Bir də Cabir Novruzun Mən bizim anları günəşlə tən tuturam əsərlərinin deməli forma xüsusiyyətləri ilə bağlı cədvəl doldurmaq tələb olunur. Deməli, zəhmətsiz yüksəliş nəsrlədir. Başqa yaza bilərik bura. Təhkiyə əsasındadır. Əsasdır. Bir də yaza bilərik epik növdədir. Digərinə isə Mən bizim anları günəşə tən tuturam əsərində isə deməli burada olacaq nəzmlədir. Lirik növdədir. Və buna uyğun hər hansı bir cavablar yazsanız test doğru hesab